Göydə Allah düz məni qaldıran yüksək zərbələrlə məni tanıdan məzlumlardır. Mən məzlumların adamıyam. Və havayı özümüz, havayı kimsə götünü çıxmasına burada. Havayı kimsə özünü öldürməsinə burada. Mən kasıbam, mən beləyəm, mən eləyəm deməsinə. Bu yaşa gəlmişəm, bu qədər ağlaşmalar görmüşəm mediada. Bu qədər mediada ağlaşmalar görmüşəm. Hələ məni kimi kasıb həyat tərzi keçirən ikinci bir adam görməmişəm. Mənim kətçilərim də bilir, mənim ətrafım da bilir, nəslim də, ömrü boyu. Zavod çörəyi alanda qaça-qaça gəlmişik. Ömrü boyu zavod çörəyi də yeməmişik. Ancaq kəpək, qardalı çörəyi. Ödənə təli 60 dənə, 50 dənə külfə deyirlər. Ermənilər tikmişdi o vaxtda, bizdə ermənilər tikir. 60 dənə külfəyə doldurursan çörəyi 60 dənə. Birinci gün hər bir bazı isti olur, yemək olur. Sonra, ye görüm nətər yiyirsən. Yeganə adamam ki 18 yaşına kimi mən ayaqqabı yüzü görməmişəm. Ancaq ayaq yalın gəzmişəm. Məktəbə də yeri gələndə qaloşla getmişəm. Böyük qardaşlar bütün paltarlarını aşağı götürürdü. 6 qardaş idi. Dədəm də mənim Dvaçatıda Pekarının yanında olan polis əmim var idi. Rəhmətə getdi. Ər-Rəhman. Dədəm də onun polis formalarının, qırağının qırmızısını çıxarıb məktəbə ilə müəllimliyə gedirdi. Moruq çıxanda, moruq meyvə çıxanda deyirdilər Əbraham balaları aç qalmaz, meyvə çıxdı. Heç vaxtı təzə paltar mənə alınmayıbdır. Ta 18 yaşında Vayeniyə girənə qədər. Vayeniyə girənə qədər. Orada da bir maraqlı epizod oldu, onu danışaram. Sizə danışaram onu. Deməli. Orada bir maraqlı epizod oldu. Yadıma salıb danışacağım sizə. Deməli. Dəyərli həmvətənlərim. Ömrü boyu cəmi bir dənə qaloş alındı mənə. Bir dənə qaloş, 18 yaşına qədər. Onu da başımın altına qoyub yatırdım. Elə kasıb, elə bir, necə deyərlər, ağır ailədə doğulmuşam, böyümüşəm ki, heç kim mənə deyəməz ki, Qabil məndən yaxşı yaşayıbdır. Ən kasıb adam mən olmuşam. Ən zürrət çəkən adam mən olmuşam. 3 yaşından ölümlə çilyağac oynamışam. Yəni bunu kimsə mənə deməsin ki, indiki devirdə bu uşağı nəyinə cırıq, dayağı cırıq, putkadı qaldı. Bizim putkamızı külək vuranda belə, külək vuranda ağaca bağlayırdıq. Ağaca bağlayırdıq, ağaca. Külək putkanı yıxmasın. Baxmayaraq ki, hələ təpənin dibindəydik, hayır. İcra başçısı gəldi, Tovuzun birinci katibi, onda mən bilirəm neçə yaşındaydım, 5-6 yaşındaydım. Lüt gəzirdi hamımız oralarda. İcra başçısı gəldi, şikayət eləmişdilər ki, 1 kubik evi hündür tikibdi dədəm. O vaxt Qara müəllim idi, kimi Tovuzun icra başçısı gəldi, söhbət gedir 80 neçənci ildə. Gördü, lüt uzanmış hamı sordu, icra başçısı dedi, onlar niyə lüt çırpaqdı? Dedi ki, onların geyməyə paltar yoxdur, həqiqətən də yoxdur ha paltar. İcra başçısı gəldi, belə baxdı, evin uzunluğu 22 metrə, eni 10 metrə, 17 metrə, 17 metrə. Nədir, nə məsələdir? 1 kubik hündür gedibmiş. Yox, o vaxt 2 mərtəbə olan evlərdə 1-ci mərtəbənin kubik məsafəsi var. Yəni 1-ci mərtəbə badval getməli idi. 1 kubik hündür gedibmiş. Dedi, 7 uşaq var, harada saxlayacaq? Mən neynəyəcəm? Odur, 5 mərtəbənin əlindən aldığımız. Hər nəysə, dedi, Allah xeyir versin. İcra başçısı dedi, Allah xeyir versin. Nəysə, çıxdı, getdi. Sözüm indi ondan getmir. Kimsə deyə bilməz ki, mən Qabildən ağır həyat tərsi keçirmişəm. 18 yaşında da hərbiyə gedəndə, yəqin ki, Obşivalskoy fakültəni bilirsiniz ki, necə skandaldır, orada oxumaq hər adamın işi deyil. Ora 1000 nəfər girir, 1200 nəfər, oradan 200 nəfər, 300 nəfər zorla çıxır. Hə, yəqin ki, bunu da bilirsiniz. Yəqin ki, mənim düşdüyüm haramı düzünü də bilirsiniz ki, Qabil hardan başlayıb xidmətə, leytinantlığına belə. Mənim həyatda xoş günüm olmayıbdır. Mən ancaq bu həyata acılar çəkmək üçün gəlmişəm. Mən ancaq bu həyatda çörəyimi kimsəsizlərlə, çörəyimi o kasıblarla bölmək üçün gəlmişəm. Bir çopay oğlu deyənməz ki, kənddə, qonşuda, qohumda, yadda kimsə uşağı xəstə oldu, Qabil evdə rahat yatdı. Bir çopay oğlu bunu deyənməz. Nə pulsuz aparmışam maşınla. Çöp olub çöpünü çıxartdırmışam. Həkim aparır. Kim olur olsun. Kimsə bunu deyəməz. Qaradokda olanda da, kənddə olanda da, şəhərdə olanda da.